Allah yolunda şəhid olanların öndəri Həzrəti İmam Hüseyn əleyhissalamın Aşura ziyarətnaməsində, başqa dualarda, münacatlarda, ziyarətnamələrdə olduğu kimi bizə bir mənəviyyat, həyat və əxlaq dərsi verilir. Aşura ziyarətnaməsində bir fəqərə var, cümlə var. Deyilir ki, Ya Əbu Abdillah, ey Hüseyn əleyhissalam, İnni silmun limən saləməkum və hərbun limən harabəkum ilə yevmil qiyamə. Mən sizinlə barışanla barışıqdayım. Sizinlə müharibə edənə qarşı müharibədəyəm qiyamətə qədər. Sizinlə barışanla barışıqdayam, yəni təvəlla. Freudinin maddələrindən biridir, vacibdir Allah dostlarını sevmək. Allah dostlarını sevmək vacibdir Allaha görə. Və hərbun limən harabəkum, sizinlə düşmən olana qarşı düşmənəm, bu da təbərradır, digər bir maddədir. Allah düşmənlərinə nifrət etmək. Bu aydındır. Allah dostlarını sevmək zəruridir. Allah düşmənlərinə nifrət etmək zəruridir. Bizim dinimiz dərvişanə din deyil, təsəvvüf deyil ki, elə ucdan tutma hamıya məhəbbət bəsləyəsən, bir nəfər zalım istədiyi adamı zülm eləsin, sən yenə onu sevəsən. Belə bir din yoxdur. Yəni, İslam dini belə din deyil. Və ya bəzi əqidələr kimi deyil ki, sağ yanağına şillə vurdularsa, çevir sol yanağına da vursunlar. Belə bir şey yoxdur bizim dinimizdə. Bizim dinimizdə sevgi və ədalət var. Yəni, məzlumu sevəcəksən, zülmə məruz qalmışı sevəcəksən, məhrum təbəqələri sevəcəksən, elə qeyri-məhrum təbəqələri də sevəcəksən, kasıb, zəngin fərqinə varmadan normal insanların, normal vətəndaşların hamısını sevəcəksən, kim zülm edirsə, nəinki sevməyəcəksən, hətta qarşısında mübarizə aparacaqsan. Bizim dinimizin tələbi budur. Bizim dinimiz budur. İslam dini belə bir dindir. İslam dini belə bir din deyil ki, kim nə istəyir eləsin, sən namazını qıl. Yox. Ən azından qəlbində ona nifrətini bəsləməlisən. Ona görə yox ki, o sənin əqidəndə deyil. Ona görə ki, zalımdır. Yoxsa ki, sənin əqidəndə olmayan birini də sevə bilərsən, hörmət edə bilərsən, ədalətlə davrana bilərsən. Quran-ı Kərimdə bu barədə ayələr var ki, sizə qarşı döyüşənlərlə döyüşün. Sizinlə eyni əqidədə olmayanlarla döyüşməyin. Sizə qarşı döyüşənlərlə döyüşün. Sizə qarşı döyüşən bəzən Əbu Ləhəb kimi, Əbu Cəhəl kimi, Əbu Süfyan kimi müşrik olur, bütpərəst olur. Bəzən Muaviyə kimi, Yezid kimi İslam donunda zalımlıq edir. Fərqi yoxdur. Haqqı tapdayan, zalımlıq edən heç kəsi sevmək olmaz. İnni silmun limən saləməkum. Ya Əbu Abdillah, mən sizi sevəni sevirəm. Nə vaxta qədər? İlə yevmil qiyamə. Və hərbun limən harabəkum. Sizə düşmən olana qarşı düşmənəm. Nə vaxta dək? İlə yevmil qiyamə. Qiyamətə dək. Yəni, əzizlər, qiyamətə dək bu mübarizə var. Qiyamət gününə dək Allah dostlarını sevmək aktualdır və qiyamət gününə dək Allah düşmənlərinə nifrət aktualdır. Bunun vaxtı müəyyən deyil. Həmişə bu mübarizə olub, həmişə də olacaq. Və bu mübarizədə insanı qınayarlar, insana təpki göstərərlər. Bu təbiidir. İnsan gərək şeytanı sevməsin. Şeytanın vəsvəsələrini insan gərək sevməsin. Və bu vəzifə nə vaxt bitir? Biz ölənə dək, qiyamətimiz başlayana dək, bəşəriyyət də qiyamətə dək bu yolda davam etməlidir. Bu həyatın
qayda qanunudur.